Toplum TV iş üzrə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı Rauf Malışovun işdən kənarlaşdırılması tələb olunub. Dekabrın 1-i Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan Toplum TV-nin jurnalisti Fərdi İsmailov ötən prosesdə prokurorla yaranan mübahisəni xatırladıb və baş prokuror Kamran Əliyevin məhkəməyə çağırılmasını istəyib. Məhkəmə bu vəsatəti təmin etməyib. Noyabrın 24-də keçirilən məhkəmə iclasında jurnalist Rauf Malışovun şahidə verdiyi suala etiraz edib. Dövlət ittihamçısı isə ona otur aşağı deyib və əlavə edib ki, onunla belə danışa bilməz. Mübahisə nəticəsində Fərdi İsmailovun halı pisləşmişdi. Dekabrın 1-də keçirilən proses isə şahid dindirilmələri ilə davam edib. Müdafiə tərəfi Demokratik Təşəbbüslər İnstitutunun təlimlərində iştirak etmiş. Şahid Əli Fətullayevin ibtidai ifadələrində ziddiyyətlər olduğunu bildirib. İlk ifadəsində Demokratik Təşəbbüslər İnstitutunun maliyyələşməsi barədə məlumatı olmadığını desə də, ikinci ifadədə donor qrantları ilə maliyyələşdiyini qeyd etdiyi bəlli olub. Fətullayev qeyd edib ki, müsadirə olunmuş telefonunu geri almaq üçün polisə çağırılıb və ona yalnız yenidən ifadə verdikdə telefonunun qaytarılacağı deyilib. Müdafiə tərəfi bunun polis tərəfindən təzyiq olduğunu məhkəmənin diqqətinə çatdırıb. Proses zamanı hakim təqsirləndirilən şəxslərdən idi əməkdaşı Əli Zeynal və 3-cü Respublika platformasının qurucu üzvü Ruslan İzzətlinin gülüşməsinə irad tutaraq onların məhkəməyə hörmətsizlik etdiyini deyib. Ruslan İzzətli isə cavabında deyib ki, qərar əvvəldən verilib, indi isə şou gedir. Ötən ilin mart ayında Toplum TV-yə açılan cinayət işi çərçivəsində 10 nəfər barəsində qəti imkan tədbiri seçilib. Onlardan 8 nəfər həbs olunub. İttiham olunduqları maddələr arasında qaçılmazlıq daxil bir neçə maliyyə cinayəti yer alır. Özləri ittihamı qəbul etmir və siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.